Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə xəmir yoğurmadan dadlı, ləzzətli pizza tadında qəlyanaltı hazırlayıram. Öncə qaba 2 ədəd yumurta əlavə edib çırpıcı ilə bir qədər qarışdırırıq. Üzərinə 2 stəkan süd əlavə edirik. Yarım çay qaşığı duz. Ardından 1 stəkan un əlavə edib eyni kütlə olana qədər qarışdırırıq. Mən 1 stəkan, bir də 3 xörək qaşığı undan istifadə etdim. Siz də 1 stəkan əlavə edib qarışdırın. Əgər yetməzsə, qaşıq-qaşıq un əlavə edib duru bir məhlul hazırlamalısınız. Beləliklə artıq kütlə hazırdır. Bişəcəyim tavanın içərisinə yağlı kağız saldım və yağlı kağızın üzərinə yağ əlavə edib hər tərəfini yaxşıca yağlayırıq. Əgər yağlamasaq, bişdikdən sonra yağlı kağızdan qoparmaq çox çətin olur. Siz 4 gün soba tavasından da istifadə edə bilərsiniz. Kağızın üzərini yaxşı yağladıqdan sonra hazırlamış olduğumuz kütləni tavaya əlavə edirik. Üzərinə mən rəngli bibərlər əlavə edirəm. Siz zövqə görə istədiyiniz tərəvəzlərdən istifadə edə bilərsiniz. Yaşıl, sarı və qırmızı bibərin hər birinin 2/1 hissəsini kub-kub doğrayıb hər tərəfə eyni bərabərlikdə əlavə edirəm. Üzərindən zeytun əlavə edirik. Kub-kub doğradığım qalbasanı da əlavə etdikdən sonra ən sonda süzgəcin iri gözündən keçirdiyim pendiri əlavə edirəm. Mən mozzarella pendirindən istifadə etdim. Sizlər onun yerinə Holland pendiri də əlavə edə bilərsiniz. Öncədən isidilmiş sobada 180-190 dərəcə temperaturda alt-üst rejimdə üzəri və alt hissəsi qızarana qədər bişiririk. Pizza dadında dadlı, ləzzətli qəlyanaltı bişib hazır oldu. Sobadan aldıqdan dərhal sonra dilimləyib süfrəyə verə bilərsiniz. Həqiqətən dadlı, ləzzətli, tez zamanda hazır olan bir qəlyanaltıdır. Artıq məktəblər açıldığına görə sizlər də könül rahatlığı ilə səhər süfrələrini hazırlaya bilərsiniz. Bu qəlyanaltını həqiqətən uşaqlar çox sevdi. Artıq bir neçə dəfə hazırlamışam. Hər hazırladığımda da böyük həvəslə nuş edirlər. Heç olmasa siz də bir dəfə hazırlayın. İnanın, hər kəs dadını çox bəyənəcək. Dəyərli izləyicilərim, bu günlük bu qədər olsun. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.